Bugün sizə OTK-nın 10-cu sinif olmuş OTK izahını verəcəm. İnformatika üzrə bayaq uşaqlara izah edirdim dərsdə. İndi isə video izahını çəkirəm. Mətn redaktorunda təhsil gələcəyin təməlidir sözləri yazılıb. Aşağıdakı əməliyyatlar ardıcıl icra edildikdən sonra mətndə cəmi neçə söz olar? Baxın, təhsil sözü seçilib. Ctrl-X. Ctrl-X nədir? Bu sözü kəsib götürür. Və təməlidir sözü seçilir. Bax, bu söz seçilir. Ctrl-V. Ctrl-V edəndə bu silinir. Yerində bu X kəsmiş daha təhsil sözü gəlir. Sonra deyir, bütün mətni seçilir. Bu X-i seçilib. Ctrl-C edir. Və kursor mətnin sonunda yerləşdirilir. Və bir boşluq qoyandan sonra mətnin sonunda yerləşdir və bir boşluq daxil edilir. Və Ctrl-V edəndə bir dənə də gələcəyin təhsilidir düşür. 4 dənə sözüm burada oldu. Sonra dedir mətndəki ilk söz seçilir. İlk söz gələcəyin sözüdür. Ctrl-V klavişi. Ctrl-V klavişi olanda burada bir dənə seçildiyi üçün bir dənə də gələcəyin sözü düşür. 4, 5. 5 dənə də burada olmuş oldu. Sonra 62-ci sualın izahına baxırıq. 62-ci sualın izahında aprel 2026 sətir verib 0-dan 10-a qədər, yəni 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Burada bir saniyə PDF-ə baxın. PDF yox da bunu geri qaytarım. Görüm ki, burada bunu bu şəkildə silim. Çünki onu PDF-i təmizləyib paylaşılanda bu şəkildə olub. Baxın, nə deyir bizə? Sətir daxil olunub. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni, burada i'ləri STR çevirir. 0, 1, 2 STR çevirir. Və mənə deyir ki, gəlir. 0-cı indeksi götürür 0. Gəlir, bunu sətrə çevirir. Və gəlir, deyir 0. 0-dan fərq. Bircə saniyə sayı. Bəli, sayı 0-dan fərqlidir. Bəli, sayı bir dənədir. 1 0-dan fərqlidir. Bəli, K da nədir? Gələcək burada. K STR nə idi? 0 idi. Elə bir ki 0-ı. Count sayı nə idi? 1. 1-i 0-a vuranda 0 əlavə olunmuş olacaqdır. Sonra gəldi. 1-i götürdü. 1 yenə dırnaqdadır. 1-i dırnaqdadır. Gəlir STR çevirir. Və birinin də sayı fərqlidir. Bəli, gəlib neyniyəcək? K da nədir? 1. 1-i atacaq bura. Təzdən sanki belə olur da bu. Məsəl üçün 2-ni götürdük. 2-nin sayı bəli 0-dan fərqlidir. Gələcək. K burada nədir? Dırnaqda 2-dir. Fikir verin. Vurulsun 2-dir. Yəni 2-ni 2 dənə yan-yana yazacaq. Başa düşürsünüzmü? Bu şəkildə. Aydındır. 3 yoxdur, 4 yoxdur, 5 yoxdur, 6-nı götürəcək. 6 var. 6-nı atacaq bura. Yəni say bir dənədir. Biri 6. Yəni bir də 6-nı bir dəfə öz yanında yazacaq. Sonra 7 yoxdur burada. Bir də burada 9-u götürəcək. Olacaq 0, 1, 2, 2, 6, 9 və burada int çevirdiyi üçün və 0-a ədəd olmadığı üçün, başlamadığı üçün B variantı olmuş olacaq. Burada izah edeyim. Simvolların sayı 20. Düzdürmü? Əlifbada kodlaşdırılmış simvolların sayı 20. Həcm isə 140 bit. Neçə müxtəlif simvol kod bizdən böyük yeni soruşur. Mən V bərabərdir S-dən i-ni tapım ki 140 bölünsün 27 bit və neçə müxtəlif simvolu kodlaşdıra bilməyim üçün 2 üstü n də bərabərdir 2 üstü 7 128. Doğru cavab A variantı. Sonra burada burada gəldik. Cədvəl birdən 2-ni veribdir. 2 alınıbdır. Baxırıq. Baxın. Bizdə bu telefon A ilə başlayır. Yəni burada bu A. Telefon. Deməli, burada bu A-da var planşet. Yəni A ilə başlayıb, amma end olan end götürməliyik ki qiyməti də
Baxın 500'dür. Demək ki, yüksək olanları götürübdür. Aydındır. Bu kateqoriya bərabər notebook ola bilməz. Çünki burada əlavə telefon da var. Kod A. Qiyməti 700-dən böyük. Hamısı A ilə başlamır. Səhvdir. Burada da eyni. Kateqoriya not planşeti olmasın və B ilə başlasın keçməsi. Burada da B ilə tək olanlar yoxdur. A, B'dir. Ona görə doğru cavab A olacaqdır. Kateqoriya deyir bərabərdir notebook. Birləşsin. Buradakı notebooklar neçə dənədir? B 2 dənədir. Bəli, A ilə başlasın və qiyməti 500-dən yuxarı olsun. Bu da bunu çıxsaq, yerdə 800, 1200 qalır. Bu da burada olmuş olur. Doğru cavab A variantı. Sonra 65-ci sualın izahına baxırıq. Burada baxın, ədəd daxil edirəm. String tiplidir. Uzunluq 4, 0, 1, 2, 3. Gəlirəm burada 0, 1, 2, 3 neyniyir? 0-cı indeksin elementi 1-ci, 0-cı indeksin elementini götürür 1. 1-i 2-yə böləndə qalığı 0-dan fərqlidir. Hə, onda intə tam ədəd çevirib atır siyahıya. Sonra 1-ci indeksin elementinə baxır 2. 2-yi 2-yə böləndə qalığı 0-dan fərqli olmur. Deməli, sonra 3-ü götürəcək. Deməli, nədir? Ədəddəki tək rəqəmlərin summa, yəni cəmliyi C-ni tapmış olur. 66. 66-da tiplərin deyir. Tipləri təbii ki, A variantı. Bunlar 67. 67-ni da yazmışam deyə bir də üzərindən getməyim. Baxın, vektor qrafik redaktorlarına bu aiddir. Verilənlər bazası idarə olunma sisteminə aid olanlar Scribus yox, nəşriyyat sisteminə aiddir. MySQL, bir də nədir? Yukon D variantı. Nəşriyyata da Scribus, bir də InDesign C-D gedir. Gəldik nəyə? 68-ə. Baxın, kilobaytla verilə bilməz. Kilobaytla veriləməz. Çünki ədəd 1536 kilobaytı vursaq daha böyük ədəd eləyəcəkdir. Megabayt da, gəlin megabayta çevirəyim, hesablayalım. Baxın, 1536-nı bölsək 1024-ə 1,5. Bunu da 2-də 1-ə vursaq, 2-də 1 də nədir? 0,5. 0,75 bu eləyirmi? Üstə gələk 2560-ı 1024-ə bölsək, 2,5. 2,5-i də vursaq 0,5-ə 1,25. 1,25 ilə də 0,75-i toplasaq 2 megabayt D variantı olmuş oldu. Burada da 69-da da izah eləyim. Yazılmasına baxmayaraq sizə izah eləyim. Baxın. 16 sayəsində ən böyük rəqəmli, ən böyük düzdür, F-dir. Amma bizdə cüt dediyi üçün Y-ni götürəcəm. 16-lıqda və ikili sayəsində istəyir. 8, 4, 2, 1 qaydası. Y 14 deməkdir. 1, 1, 1, 0, 1, 1, 0. Gəlib bunları da yanaşı yazsam, doğru cavabımız hansı olacaq? Y variantı olacaq. Gəldik nəyə? 70-ci suala. 70-ci sualda da nə deyir? 45, 35. 45-i qoysaq burada. 45-i. Düzdürmü? A-nı tapacam nə? A-nı tapacam 10. Düzdürmü? 45 qoysaq, B-nin yerinə də 35. A-nı tapanda nə olacaq? 10. Gələcəm A-nın qiyməti 10-dur. Düzdürmü? Gələcəm bura. B neçədir? 35. 2-ni 10-a vuracam. 2-ni 10-a vuracam. 20. Düzdürmü? 35-dən də 20 çıxacam. 15. A nə idi? 10 idi. 10-u qoysam yerinə. Ondan da 3 çıxsam 7. A-nın qiyməti 7. B-nin qiyməti 15. Bunların da cəmi neçə eləyir? 22. Gəldik bura. Aha. Baxın. 71-ci sual. 16 bitlik rəng modelində kodlaşdırılmış ölçüsü. Height color nədir? 16 bitə bərabərdir. Aydındırmı? 216 dedim ki, simvol kodlaşdıra bilərəm. Ona görə B bərabərdir.
2 vur 2 8 vurulsun 2 üstü 1 vurulsun 2 üstü 10 vurulsun 2 üstü 9 8 vurulsun 2 üstü 20 eləyərmi? 25% artırılırsa 75% qalıb. O da 0,75. Və surəti də verilib 768 vurulsun 2 üstü 10. Bununla bu gedir. 1024'ü də vursaq buna 760 vicə saniyə. Gəlin 768 ilə də 768'i bölək 256'ya düşsün 3. 1024'ü də bölsəm 256'ya düşəcək 4. 8'i 4'e 32. 32'nin də 0,75'e nə də səhv getdik. Vicə saniyə. Baxın. Sürətli getdim deyəsən hesablamada. Baxın. Elə bir ki, oldu nə? 8 vurulsun. 220 vurulsun nə? 0,75 arkadaşlarında aydındır mı? 768 vurulsun 210. 210'dan bunu gedəndə 1024 qaldı, düzdür mü? 768'i 256'ya böləndə 3, 1024'ü də 256'ya böləndə 4. Düz yazdı, düzdür mü? Aha. 8'i 4'e 32. Düzdür. 32'ni də vursaq 0,75'e 24. 24'ü də 3'e bölsək 8. D variantı. Bura gəldik. Burada təpələrin, birlərin sayının, sıfırların sayından nə qədər az olduğunu müəyyən edin deyir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. 17'nin kvadratı bizə neçə eləyir? 9, 289. Birlərin sayı neçədir? Gəlin birlərin də sayını sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. Əgər düz saydıqsa 25. Bircə sayım. Çünki bayaq əvvəl 24 almışdım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 22, 23, 24 deyirəm də. Bir tilində 2 təpəsi olduğu üçün 24'ü 2'ye vuracağım. 48. Bu oldu nə? Birlərin sayı. 289'dan da çıxacağım 48'i. 241. İndi bu oldu sıfırların sayı uşaqlar. Sıfırların sayı. 241'dən də çıxacağım 48'i. Yerdə qaldı nə? 193. A variantı. Bu belə. Bu belə. Sonra gəldik 73'e. Burada nə istəyir bizdən? Gəlin sizə də izah edim. Buradan həmişə uşaqlar D funksiyası olanda returndən aşağı baxırıq. Siyahı verilib, bu siyahını götürüb aparırıq bura. İçində dolu. Gələcəm len uzunluq 3, 6, 7, 8. 0'dan 8'e qədər. 0'dan 8'e qədər. Aha. Gələcək 0, 1, 2, 3, 4, 5, 6, 7. Sıfırıncı indeksinin elementi kvadratın içində göstərir. 13. 13'ü 10'a böləndə 13'ü 10'a böləndə məndən nə inir? Qalıq 3 qalır. 13'ü 10'a böləndə tam isə neçə düşür? 1. 3 birdən böyükdür. Hə. Ona görə bura insert sıfırıncı indeksinin yerinin elementin yerinə nəyə əlavə eləyir? İ'ni. Yəni i neydi? 0. Sonra 1'i götürür. Birinci indeksin elementi nədir? 30. 30'u 10'a böləndə 30'u 10'a böləndə qalıq nə qalır? 0 o da ödəməyəcək bizə bu 30. 2'ni götürürük. İkinci indeksin elementi 48.
48-i 10-a böləndə qalıq 8. Bəli, bu ödür. Tam hissədə 48-i 10-a böləndə də tam hissədə 4. 8 4-dən böyükdür. Bəli, ona görə bizə nə deyir? Baxın uşaqlar, burada insert. Sıfırıncı indeksin, siyahım budur. Sıfırıncı indeksin elementin yerinə baxın i2-ni əlavə elədik. 2-ni əlavə eləyəndə bu 0 sağa sürüşür. Aydındır. Deməli, burada hansı ki sonra gələcək 3-ü götürəcək 77. 77-ni 10-a böləndə qalıq neçə düşür? 7. 77-ni 10-a böləndə tam hissə neçə düşür? 7. Ona görə bu ödəmədiyi üçün bunu götürmürük. 4-cü indeksin elementi 71. 71 də ödəməyəcək. Gələcək 5-ci indeksin elementi 27. 27-ni 10-a böləndə 7. Bəli, bu ödür. Ona görə yenə neyini? Təzə siyahımda 0-1 olur. 0-cı indeksin elementin yerinə. Baxın, bu şəkildədir. 0-1. 0-cı indeksin elementin yerinə bu 5-i əlavə edir. 5-i yazılacaq bura. 2-ni atır sağa. Aydındır. Elə 5, 2, 0 Y variantı olmuş olur. 74. ABC 3 rəqəmlidir. Ən böyük ədədin 16 sayəsində qarşılığını müəyyən edin. Müxtəlif sadə rəqəmlər dediyi üçün 7 ən böyük dediyi üçün 5, 3. Düzdürmü? Bu 8-lik say sistemindədir. 16-lıqda. 8-likdən də 16-lığa keçmək üçün 4, 2, 1 qaydası ilə yazacağıq. Bu şəkildə. Bunu da yan-yana yazacağıq. Və 16-lığa keçəndə 4, 4. Tamamlanması üçün 0 əlavə eləyə bilərəm. 3, 8 üstə 3, 11, B. 8, 4, 2, 1, 6, 14, Y. Bu da 1, 1, Y, B, C variantı olmuş oldu. Burada yaxşı düşmür. PDF-ə baxıb ora axırda qayıdacağım. Burada təbii ki, yenə deyirəm, izah elədim bayaq uşaqlar onlayn dərsdə keçdiklərimə. Bu da B variantıdır. Hansı ki izah olunacaq, onu sizə izah olunacaq qaydanı ehtiyac yoxdur. Aha. Burada belə olmalıdır. 8-dən 3 çıxanda 5, 5 3-dən kiçikdir, yox. Ona görə else düşür. 8-i 3-ə böləndə qalığı 1-ə bərabər olur, yox. Ona görə else bir üstündə yazılmış, bu else düşür. A 8-dir, 8 üstə 1 gələndə 9 edir. Sonra gəlirəm, B 3-dür. 3-ü 2-yə böləndə tam hissə 1, 9-un üstə də 1 gələndə 10. B variantı. Baxın, burada yazmışdım izah eləyəndə. Bizə deyir ki, Səidə bütün rəqiblərini üstələyərək turunun qalibi oldu. Yəni, Səidə birincidir. Emil və Kənan sonuncu yerdə deyirlər. Emil və Kənan sonuncu yerdə deyirlər. Sonra deyir ki, Leyla Səidəni çaxmaq şərtilə digər şagirdlərdən daha yüksək bal toplayaraq onlardan önə keçdi. Deməli, Leyla da ikinci yerdə olacaqdır. Kənanın nəticəsi Emildən daha yaxşıdır. Kənanın nəticəsi Emildən daha yaxşıdırsa, Emil Kənan sonuncu yerdə deyilsə, deməli Murad 5-ci yerdədir. Aha. Kənanın nəticəsi Emildən daha yaxşıdırsa, deməli Kənan 3-cü yerdədir. Emil də 4-cü yerdədir. A variantı. Sonra gəldik 79-cu suala baxırıq. 79-cu sualda bizdə qrafik faylların silindikdən. Qrafik faylları hansılardır? PNG, odur bir də TIFF. Aha, qrafik faylı silindikdən sonra. İndi gəldik bunları. 2 kilobayt. Bir klasterin ölçüsü də uşaqlar 8 kilobaytdır. Bu 2 kilobayt bunun içində yerləşə bildiyi üçün ona görə elə belə deyim ki, diskdə də ümumi 8 kilobayt yer tutacaq. Sonra 15 kilobaytdır. Əgər bu klasteri 8-dirsə, birini də açıram. Çünki 15 kilobayt bunun içində yerləşməyəcək. 8, 2 klaster lazım olmuş oldu. 2-ni də 8-ə vuranda 16. 9 kilobaytlıq olduğu üçün bu da 8-dir. Və belə deyim ki, buna da 2 kilobayt, bu da 16.
16 üstə 16, 32, 32 üstə 8, 40 kilobayt, belə deyim ki, boş sahə yaranar. Gəldik bura. Burada nə soruşur bizdən? Baxaq. Common range. Burada necə sayını görüm nə idi ki, qeyd eləmişdim. Faiz bölünsün 2. Qalığı. Qalanı silək, izah edeyim. Çünki sizə izah edeyim. Baxın. N3, 6, 7, 7 çıx 1, 6. 0, 1, 2, 3, 4, 5, 5. Və gəlir, burada da nömrələsəm. 0, 1, 2, 3, 4, 5, 6. Və mənə nə deyir? Deyir ki, sıfırıncı indeksin elementi 10. 12'ye böləndə qalığı sıfıra bərabərdirmi? Hə, gələcək sıfırın üstə 1 gələndə 1. Birinci indeksin elementi nədir? 3. Çünki bura 0 qoydum. Sıfırın üstə 1, 1, 3. 3 2'ye böləndə qalığı sıfırdan fərqlidir. Hə, onda S 0 üstə gələk. 2 vurulsun I. I də nədir? 0. Üstə gələk 1. Deməli, S-in sonuncu qiyməti nə olacaq? 1 olacaq. Təzədən 1'i götürürəm. Birinci indeksin elementi 3. 3'ü 2'ye böləndə qalığı 0'a bərabər olurmu? Yox. 2'ni götürürəm. 2'ni 6. 6'nı 2'ye böləndə qalığı 0'a bərabər olur. Hə. 6'nın indeks nömrəsi 2 idi. 2'nin üstə 1, 3. 3'ü 2'ye böləndə 3. indeksin elementi 8. Yəni o səhv etdim. Bayaqki kimi 8. Yəqin ki, ümid edirəm düz gedirik. 8. Axır qaydası bu şəkildədir. Nəsə hesablamanı qarışdırmadımsa. 8. 8'i 2'ye böləndə qalığı 0'dan fərqlidir. Yox. Bunu da götürmür. Yəni bir dənə başdan da gedək. Nəysə. Bilirəm ki, düz getmədim. 0. 0-cı indeksin elementi 10. 12'ye böləndə qalığı 0'a bərabər olur. Bəli. 0'ın üstə 1, birinci indeksin elementi 3. 3'ü 2'ye böləndə qalığı 0'dan fərqlidir. Bəli, bunu düz tapdıq. 1'ə gəldik. Birinci indeksin elementi 3. 3'ü 2'ye böləndə qalığı 0'a bərabər olurmu? Yox. Ona görə ümumiyyətlə baxmırıq. 2'ni götürürəm. Bəli, qalığı 0'a bərabər olur. 2'nin üstə də 1, 3. 3-cü indeksin elementi 8. 8'i 2'ye böləndə bunu da ödəmir. 0'dan fərqli olmur. 3. 3-cü indeksin elementi 8. Bəli, cütdür. Və 3'ün üstə də 1, 4. 4'ü 2'ye böləndə qalığı 0'dan bu da ödəmir. 4-cü indeksin elementi 5. 5'i 2'ye böləndə yox. Sonra 5-ci indeksin elementi 14. 14'ü 2'ye böləndə qalığı 0'a bərabər olur. Bəli. 5'in üstə 1, 6. 7'ni 2'ye böləndə qalığı 0'dan fərqlidir. Bəli. Onda nə edəcəm? 1 üstə gələk. 2'ni vuracam. 7'yə 14. 14'ün üstə də 1, 15. Nəsə yəqin ki, hesablamada tələsik getdim. Gəlin bir də baxaq. Burada. Faiz bölünsün 2'dir. 0, 1, 2, 3, 4, 5, 6. 6, 7. Düzdür. Aha, gələcəm. Mən çox sürətli gedirəm hesablamada. Baxaq, diqqətli olaq. 0-cı indeksin elementi 10. 10'u 2'ye böləndə qalığı 0'a bərabər olur. Bəli. 0'ın üstə də 1 gələndə birinci indeksin elementi 3. Bəli, bu ödüyü gələcəm. S-in qiyməti 1 oldu. Bunu aldıq. Birinci indeksin elementi 3. 3'ü 2'ye böləndə axı qalığı 0'a bərabər olmur. Ona görə buna baxmırıq. İkinci indeksə baxırıq. 6, bəli, ödüyür. 2'nin üstə 1, 3. Bu da bu ödədi. Bu olduğu üçün bunun içinə düşmür. Yəni, birinci ödüyür. Amma 8 də cüt olduğu üçün ödənmir. 3'ə baxacam. 8 ödüyür. 3'ün üstə də 1, 4. Bəli, bu da ödüyür. Ona görə nə edəcəm? Üstə gələk. 2 vurulsun nə? 3. Üstə gələk 1. 6, 6'ın üstə də 1, 7. 7'nin üstə də 1 gəlində neçə eləyir? 8.
4. 4-cü indeksin elementi 5. Buna baxmırıq. 5-ci indeksin elementi 14. Bəli, ödəyir. 5-in üstə də 1, 6. 7-ni də 2-yə böləndə, bəli, qalığı 0-dan fərqlidir. Onda 8 üstə gələk. 2 vurulsun 5, 10. Onun üstə də 1, 11, 18 etdi. Sonra 6, 7. Nəsə, yenə də bu 7 baxarsınız. Dərsdən çıxmışam. Yəqin ki, hesablamada nəsə qarışdırdım. Cavab 19 olmalıdır. Baxarsınız. Gəlin baxaq da. Baxarsınız deyəndə 2. Birinci 1 aldı. 1, 7, 7-nin üstə də 1, 8. 11 üstə 8 gəlib 18 yazmışam. 19. Sonra gəldik bura. 81-ci suala. 81-ci sualda necə yazacağıq? Baxın, burada 10 vahid azalır. Aydındır mı? Gəlin bunu qırmızıya çevirim. 10 vahid azalır. Düzdür? Gəlirəm. Burada da nədir? 5 vahid artır. Aydındır. 5 vahid artır. İndi 15 vahid də burada artır. Ümumilikdə 10, 15, 30 vahid hər dövrdə 30 vahid azalmış olurmu? Yəni nə zaman dövrdən belə deyim, nə vaxt dayanacaq dövr? A çıxaq, B çıxaq, C, düzdürmü? Düzdür. Aysa. C böyükdür 0 olanda. Düzdür? Düzdür. İndi gəlsəm yerinə qoysam 220, çıxaq 20, çıxaq C-də neçədir? 10. 190 elədimi? Deməli, hər dövrdə, deyim ki, fərq hər dövrdə 30 vahid azalırsa, yaza bilərəm də 190, düzdürmü? 190. Çıxaq. 30 x kiçikdir 0-dan. 30x də böyükdür 190-dan, x də böyükdür 199-a böləndə 6 tam neçə? 7. Düzdürmü? 6 tam neçə? 7. Deməli, B-ni tapmaq lazım olur. 7-ni də 5-ə vuracam. 35. 20 də B-də 20-dir. 20 üstə gələk 35 bərabərdir 55-ə. Gəldik 82-ci suala. 82-ci suala. Baxın, burada bizə nə soruşur? Split neynir? Bura daxil edilmiş sətirləri, baxın, deyir, daxil edilmiş sətiri. Split eləyir, ayırır. Siyahı formasına çevirir və. Sonra deyək ki, içinə bir gəl, hansı ki bunu götürəcək. Bunun üçün də i-yə rast gələn indeksin nömrəsini tapır. Amma ilk rast gələn. Bu da 0, 1, 2, 3'dür. Aydındır. Elə bir ki 0, 1, 2, 3. Düzdür. Üçüncü indeksin 3 götürür. 3 üstə gələk 0. 0'dan başlayır. Düz değil mi? Sonra gəlib burada. İ'ni tapır. Burada da 0-cı indeksin elementidir. Aydındır mı? 0-cı indeksin elementi. Sonra izdə də 0-cı indeksi tapır. Sonra üstə gələk. A'da tapmır. Mənfi 1'ə qayıdır. Üstə gələk. Burada da tapmır. İ yoxdur. Ona görə mənfi 1. Burada da tapmır. Üstə gələk mənfi 1. Üstə gələk. Burada da 0, 1, 2. Burada da nədir? 2'ni tapmış olur. Üstə gələk 2. 3. Üstə gələk. Bu şəkildə mənfi 1. Üstə gələk mənfi 1. Üstə gələk mənfi 1. Üstə gələk 2. Bizə verəcək nəyi? 2'ni. D variantı. Aydındır mı? Sonra gəldik. Sonra nəyə? İzah elədim mi buraları? Bunu da izah elədik. Bu da. Buna da baxacağım. Sonra. Sual qalmadı ki burada ortada. Bunu da izah elədim. Bunu da. Buna PDF-ə baxım görüm. Burada işarələr məndə yaxşı düşməyib. Baxacağım.
Əla, tamam. Baxaq, burada bayaq uşaqları izah eləmişdim. Silim ki, hansı ki. Burada dərdlərim yaxşı düşməyib. Buna da baxacağım uşaqlar. Buna da yadımda izahına. Çünki PDF-ə gərək baxam. O da vaxt ikisi olmasın deyə. Gəlim Python-dan nədir? Python-dan baxaq izahına. Python dilində yazılmış proqram icrası zamanı x-in hansı ən kiçik qiymətində n bərabərdir 9, n bərabərdir 3 nədir? Alınır. Aha. Gəlin baxaq. Bizdə n bərabərdir 9 verilib. M də bərabərdir 3 verilibdir. Aydındır? Aydındır. Bizə nəticədə 9 alınar deyir ki, nəticədə n-im 9, bu alınar. Onda neynəsək, x böyükdür 0 verir, x-i 10-a bölür, qalığı götürür, sonuncunu götürür. Həmin sonuncunu 2-dən yoxlayır, qalığı 0-a bərabərdirsə, onda gəlin edək. Baxın, burada son rəqəmi götürür, düzdürmü? Axır rəqəmi götürür. Burada təkdirsə, təki götürür. Burada təkdirsə neynir? Tək rəqəmləri toplayır. Tək rəqəmləri neynir? Toplayır. Və burada neynir? Sayını artırır. Təbii ki, tək rəqəmlərin sayını. Və dövr müştəsin deyə nədir? Ona bölür. Aydındır. Əgər m-də 3 alınarsa, aydındır, 3 tək rəqəm olmalıdır. Cəmi də 9-a bərabər olmalıdır. Düz deyilmi? Ən kiçik dediyi üçün, belə deyim ki, ona bölmədə 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Burada hansı ki rəqəmlərin cəmi, təklərin cəmi 9 eləyəcək. 1, 3, 5 olacaq, ya 5, 3, 1 olacaq. Aydındır mı? Və yaxud da ki 1, 1, 7 olar. 3, 3, 3 də olar. Sonra bu şəkildə. Deməli, amma bizə tək dediyi üçün 3 dənə tək lazımdır. O da ki, bizdə nə olacaq? Aha, ən kiçik. Ən kiçik dediyi üçün, ən kiçik birin üstə də 1 gələcək 2. Bu da nədir? Bizə 9 vermiş olur. Düzdürmü? 9 vermiş olur. Amma ki ən kiçik dediyi üçün nə olacaq? 117 ola bilər. Amma bəli, çünki 135 117-dən böyükdür. Düz deyilmi? Bəs 333 də ola bilməyəcək. 333 də ola bilməyəcək. Çünki niyə? 3-ü də təkdir də, amma böyükdür. Məndən ən kiçiyin soruşur. Ona görə nəyə bərabər olacaq? 117-yə. Bu belə. 87. Uyğunluğu müəyyən edin. Daxili yaddaş qurğusu, bir də xarici yaddaş qurğusu. Aha. Gəlin bu uyğunluğa da baxaq. Bizdə daxili yaddaşlar hansılardır? RAM, ROM, cache yaddaşlarıydı. GPU-da aydındır. Ona görə gələcəm. Daxili yaddaşa nə gedəcək? A gedəcək, D gedəcək, sonra B gedəcək. Düzdürmü? Xarici yaddaş qurğusuna isə C gedir, bir də nə gedir? Y gedir. İndi gələk 88-ci suala baxaq. 88-ci sualda nə deyir? Klaviaturadan sözlər arasında bir boşluq simvolu olan sətir daxil edilir. Bu sətirdə simvol sayı 3-dən çox olan hər bir sözün ilk hərfini böyük hərflə əvəz edən digər sözləri və simvolların ardıcıllığını isə
olduğu kimi saxlayan proqram Python dilində yazın. Hə. Yəni bu Python kod yazmaq maraqlıdır, girişə verilir. Burada nədir? Sayı 3-dən çox olan, yəni Python yazmaq maraqlıdır sözlərin baş hərfin böyük yazıb, qalanı neyniyəcək? Kiçik yazacaq. Onda neyniyərik? Neyniyərəm. Baxın, bu şəkildə yazaram. 88-i yazıram. Gəlin. Girişə verərəm. Çünki sətir tiplidir. Aydındır. Sətir tiplidir. Gələcəm, neyniyəcəm? Input verərəm girişə. Nə bilim, A bərabərdir input. Aydındırmı? Sonra bir dənə B dəyişəni verərəm. Split eləyərəm ki, bu sözlərin hər birini götürsün, ayırsın, siyahı formasına çevirsin ki, mən o sözləri bir-bir götürüm. Verdim ki, upper eləyim, baş hərfin böyük yazsın, siyahıya əlavə eləsin. Bir dənə də siyahı götürəcəm. Hələ ki, A nöqtə split götürdü, ayırdı. C dəyişəni, bir dənə boş siyahı götürərəm. For in B, içinə siyahın içinə girərəm. Aydındır, siyahın içinə girərəm. Başqa nə eləyə bilərik? İçinə girərəm. Uzunluğunu götürərəm, uzunluqla işləyəcəm. If, len, nə? I, çünki B-nin içinə girəcək, bu siyahı formasına çevirmiş götürəcək I, uzunluğu. Əgər 3-dən böyükdürsə, onda nə eləyəcək? Bu C append eləyəcək nə? Tək-tək də yaza bilər. Append I 0-cı indeks nöqtə upper. Aydındırmı? Gəlin bunu sanki elə bilin bunun içində yazmışam. Mən buradan yazacağım ki, baxın, bilin ki bunun içindədir. Çünki məsələ yerə görə deyirəm, gərək ki bu tərəfdən yazardım. Yəni belə qoyuram ki, bunun içindədir. Yəni C nöqtə append I 0-cı indeks, yəni böyük elə upper üstə gələk. Nə? Sonra bəli, üstə gələk I birinci indeksdən 2 nöqtə. Birinci indeksdən nədir? Sonraki i-ni belə deyim ki, birləşdir. Aydındırmı? Sonra gələcəm. Əgər bu if əgər sayı 3-dən deyilsə, həmin sözün neynəsin? Olduğu kimi saxlasın. Onda else düşəcək. Else. Onda C neynə? Append I. Burada da neynəyəcəm? Join sətir tipi bu şəkildə çıxarması üçün sətir tipli form bir üstündə print nöqtə join C. Vəssalam. Yəni ki, burada Python-u götürəcək. 8 3-dən böyükdür. Hə. Sonra 3 3-ə bərabərdir. Bura düşəcək, elə əlavə eləyəcəkdir. Aydındırmı? Bu şəkildə. Sonra, yəni başa düşməsəniz, yenə YouTube-da yaza bilərsiniz. YouTube-da paylaşacağım. Fikirlərinizi bölüşərsiniz. Nəsə diqqətimdən yayınıbsa, düzəliş edərəm. Yenə deyirəm, sətir tipli daxil olunub. Gəlir burada split neynədir? Siyahı formasında Python'da dırnaqda yazır. Vergül kodu dırnaqda yazır. Aydındırmı? Aha. Sonra burada bu şəkildə. Sonra gəldik 89'u izah eləyək. %89'da nədir? Klaviaturadan daxil edilən çox rəqəmli natural ədədin rəqəmlərin arasında
Ən böyük cüt rəqəmini müəyyən edin. Aha. Müəyyən edin. Pythonda yazın. Əgər daxil edilən ədəddə cüt rəqəm yoxdursa, nəticə olaraq -1 çap etsin. Baxın, ən böyük dediyi üçün. Daxil eləyirəm int input. Aha, int input. Belə deyim ki, cüt rəqəmi müəyyən edin. Başqa cür, baxın, biləcəksən. Gəlin bu şəkildə. Max götürərəm. Düzdürmü? Max. Cüt rəqəmi müəyyən edən proqram Python. Əgər daxil ədəddə cüt rəqəm yoxdursa, nəticə olaraq nədir? -1 çap etsin. Hə, baxın, -1 çap etsin deyə gələrəm Max-ı, məsəl üçün, nə bilim, bir dənə Max-ı da bu şəkildə deyim. N bərabərdir. Int input N yazmışdım, A yazmışdım. Axırı. Aha. Gələrəm, bir dənə A götürüm. Max olsun -1. While N böyükdürsə 0-dan gələrəm C bərabərdir. N bölünsün 10. Niyə? Ədədin rəqəmləri arasında rəqəmlərə ayırmalıyam bunu. Tutaq ki, bir ədəd daxil olunub. Nə bilim, 1, 5, 8, 7. Və bunları neyinir? Gəlib rəqəmləri ayıracaq. Cüt rəqəmin olub olmadığını müəyyən eləyəcək. Aydındır. Baxın, ona görə gələcəm, bu rəqəmləri ayıracaq. Şərt verəcəm. If C əgər cütdürsə, onda nədir? Cütdürsə ən böyüyü, yəni C böyükdürsə A-dan. Düzdür? Böyükdürsə o A-dan, onda A bərabər olacaq C-yə. Aydındır mı? Burada da nədir? If'in bir sütunda yazacağım dövrüm işləməsi üçün 10 print nədir? A-nı çap etmiş olsun. Bu da 89-cu sualımız.